İkinci Dünya müharibəsindən sonra nasist Almaniyasının keçmiş məmurları və hərbi cinayətkarları Avropadan qaçmağa çalışırdı. Bu qaçışlarda onlara aristokratlar, kəşfiyyat orqanları və bəzi dini dairələr kömək edirdi. Həmin dairələr arasında Vatikanın da adı çəkilir. Nasional sosializm və xristianlıq arasındakı münasibətlər ziddiyyətli idi. Vatikan üçün əsas təhlükə ateist Sovet İttifaqı idi. Bu səbəbdən nasistlərə qarşı mövqe uzun müddət açıq olmadı. 1937-ci ildə Papa 11-ci Pey nasizmi tənqid etsə də, müharibə illərində Vatikan neytrallığını qorudu. Müharibədən sonra bəzi katolik ruhanilər nasistlərin ədalətdən yayınmasına kömək etdilər. Onlardan ən məşhuru Roma şəhərində fəaliyyət göstərən yepiskop Alois Hudal idi. Hudal saxta sənədlər vasitəsilə Adolf Eichmann, Josef Mengele kimi nasist cinayətkarlarının Argentinaya qaçmasına şərait yaratdı. Oxşar yardım Xorvatiyada ustaşa lideri Ante Paveliçə də göstərilirdi. O monastırlarda gizlədildi və sonradan Latın Amerikasına göndərildi. ABŞ və Böyük Britaniya kəşfiyyatının hesabatlarına görə Vatikan bu proseslərdən xəbərdar idi, lakin müdaxilə etmədi. Bununla yanaşı, minlərlə katolik rahibi nasizmə qarşı çıxdığı üçün konsentrasiya düşərgələrində həlak oldu. Vatikanın rolu bu günə qədər mübahisəlidir. 2020-ci ildə açılan arxivlərin bu qaranlıq səhifəyə işıq salacağı gözlənilir.